Xoş gördük əziz izləyicilər. Xatırladım ki, biz hal-hazırda Abşeron rayonu Masazır qəsəbəsindəyik. Gördüyünüz kimi vətəndaşlar şikayət edib, biz bura şikayətlə əlaqədar gəlmişik. Gördüyünüz kimi bütün zibillər hamısı yağış vasitəsilə gəlir, dolur bu əraziyə. Baxın, insanlar nə vəziyyətdə? Demək olar ki, burada 10-11 ev sahibi öz evinə girə bilmir. Tüm bu yağışların fəsadı ilə. Xanım söylədi ki, baxın, şikayətçi xanım söylədi ki, hal-hazırda nə qədər vaxtdır xanım evinizə girə bilmirsiniz? 4 aydır. 4 ay? Yanvar ayının 21-də birinci yağışlardan gəzmədiyim idarə, gəzmədiyim orqanlar yoxdur. Şikayət eləmədiyim yer yoxdur. Baxmırlar da, maraqlanmırlar. Bax bu yağ. 4 aydır. Mən evimə girəmirəm. Hara müraciət eləmisiniz? Bax, Abşeron rayon icra hakimiyyətində Fariz Məmmədovun qəbulunda olmuşam 6 nömrəli koordinator, sosial məsələlər üzrə. Bəli. O göndərib ki, get Masazırda nümayəndəliyimiz var Güləhmət müəllim, onun yanına. Getmişəm deyib saat 3-ə qədər həll eləyəcək. Güləhmət göndərib də Azərin yanına. Azər göndərir Elşadın yanına. Elşad göndərib bələdiyyənin o sədrinin yanına. Göndərmədikləri kabinet gəlmiyor. Axırda mənə deyir ki, Güləhmət müəllim. Çönündə bu tərəfə. Güləhmət müəllim deyir ki, mənə ki, gəl evi kimlə almısan, o da eləsin. Harada istəyirsən şikayət elə. Mən heç bir tədbir görmürəm. Burada insan yaşayar. 4 ayda evimə gedəmirəm. 4 aydır mən qonşunun podvalında yaşayıram. Bu ərazidə kanalizasiya sistemi var. Ata, anam, baxın. Azərsu Bax, qaz iyi gəlir. Bu nədir? Bax, partlayıb heç baxan yoxdur. Qaz partlayıb. Bəli, oradan sızır. Azərsu Meliorasiya İdarəsinə simeta ödəmişəm. Qanuni şəkildə sənədlərim var. Qazım, suyumu çəkdirmişəm, kanalizasiyamı çəkdirmişəm, dövlət hansı simetanı ayırıbsa, 752 manat işığıma simeta ayırıblar, 737 manat bir simeta ayırıblar, 270 manat məndən bir pul alıblar. İşığımı qanuni çəkdirmişəm, qazımı qanuni çəkdirmişəm, sokar gəlib, fövqəlada gəlib, hər şeyi qanuni çəkdirmişəm. Evimin dövlət Abşeron rayon 4 nömrəli əmlak dəyərləndirmə, torpaq və katastrın 4 nömrəli reyestrine planımı çəkdirmişəm, torpağımın çıxarışını almışam, sənədlər hazırlamışam. 50 minlik evim suda batır mənim. Mənə deyir ki, get hara giysən elə, get nə istəyir, əlacım duruna qalır ki. Evin çıxarışı var da deyir. Bəli, bəli, bütün sənədlərim var, 3 çox torpağım var, 100 kvadrat evim var. Qalıb suyun içində, patoloğumun yuxarısına qədər divarım nəmdir. Fövqəladəyə zəh vuram, fövqəladə bilirsiniz mənə nə deyir? Deyir, xanım, batırsınız, evin içində nə qədər su dolur. Gedin Azərsuya deyin, gedin şikayət edin. Dur da, nə olar, ayıb deyir. Ancaq batmışlar. Qardaş, bir dəqiqə deyən də burada. Belə olmaz axı, deyir ki, Gördüyünüz kimi vətəndaşlar öz üçün gətirirlər, baxın burada. Özümüz olduruq. Meşoklara yığırlar, kərpic qırıntıların yola tökürlər ki, ən azından evlərinə keçsinlər. Hə, buyur xanım. Dünənlərimə yox, sırağa gün. Olmuşam Güləhmət müəllimin müavininin yanında, Sənan Rüstəmovun. Deyirəm, bizə torpaq verin, bizə nəsə verin, o yol dolsun, cüz çəkin, bizə gətirin maşınla suları çəkdirin. Deyir ki, gölü doldurmaq olmaz. Başa düşürəm prezidentin qərarı var. Mən göl yeri deyiləm, yaşayış yeriyəm. Göl Asif Həsənovun Hal-hazırda bax orada biz nasus mu? Onun fövqəladə həllər qoyubdu. Dünən mən şikayət eləmişəm, demişəm şikayət edirəm, İndi nasusu su çəkmir axı, işləmir axı. İşləmir də hələ. Bunlar hələ kalod axtarası, tapası. Anam o çəkiləcək. Çəkiləndən sonra makler 50 hektar yeri doldurur, cəmaatdan ilkin ödəniş al Qədirxumun yanında. Hansı maklerdir o? Biz təbii fəlakətlə batmamışıq. Hə. Burada 15 ailənin evi təbii fəlakətlə batmayıb. Maklerlər, Xəyalın, İlhamın ucbatından batmışıq. Doldururlar, baxın, torpaqları görürsünüz. Gölü doldururlar, qurudurlar, suyu basır, gətirir, biz də burada batırıq. Təbii fəlakətdən olsa deyərəm, ellə gələn toy bayramdır. Amma bu təbii fəlakət deyil. Mən 4 aydır cəmaatın bu çirkab sularından xəstəlikdir. Mənim 7 kubik evimin 6 kubiki sudur, poluma dirənir. Fövqəladə mənə deyir ki, evin çəkirəndə gəlib xilas eləyərik sizi. Belə dərd olar, hara gedim? Hara şikayət edim? Hara çıxım bundan artıq? İcra başçısının qəbuluna getməyə cəhd etmisiniz? Anam getmişəm. Nə dedi? Daha məni icrada tanıyırlar, qapıdan gəlib dilə yoxdur. Qəbulunda oldunuzmu Abidin Fərzəliyev? Abidin Fərzəliyevi salmadılar. Mənə Güləhmətlə burada bələdiyyəsi deyir ki, Masazır bələdiyyəsi. Deyir ki, Abidin deyir ki, ora mənim maraq deyil, mən oranın başını buraxmışam. Belə şey olur. Niyə? Mən bilmirəm, hər kəs də susur, ağzına su alır, qoy. Batan ən çox mənəm, bilmirəm niyə. Deyir ki, mən oranın başını buraxmışam, ora göldür. Bilirsiniz mənə nə dedi bələdiyyənin müavini? Göldən gəlib ev alanda bilmirdin el olacaq. Bəs siz sual vermədiniz ki, gölü qurudaraq, ev tikən maklerlərə icazəni kim verib? Özləri, anam özləri. Bəs deyirəm, cinayətkar sənsən, dəladuz sənsən, 20 il bundan qabaq niyə torpağı satırdın cəmaata? Niyə qanunsuzam? Qanunsuz torpaqdır, qanunsuz evdir. Niyə 4 nömrəli reyestr mənə sənəd verir, çıxarış verir? Onda sən 4 nömrəli reyestr idarən də qanunsuz işləyir. 325 manat bir, 275 manat da bir alıblar məndən. 75 manat dövlət rəsmi, 250 manat da deyibdi ki, xidmət haqqı eləyir xanım.
Amma halbuki prezident qərar çıxardı ki, evlərin sənədləri pulsuz verilsin. Belə olmaz axı, belə yaşayış olmaz axı. Mənim günüm yox, gözəl, evim yox. Mən evim ola, mənim hər şəraitim ola. Qanunsuzdur, niyə satırdım buranı? Mən bir söz demirəm, qanunsuzdur. Nə kirayə çıxartmırlar bizi? Deyir ki, dövlətin büdcəsi yoxdur sizi kirayə çıxartmağa. Yaxşı, bunu da qoyduq, özüm çıxıram, özüm verirəm. Qanunsuzdur atam. Demirsən, buraya yenə göl olacaq, buraya yenə əvvəl. Bunu mümkün deyil çıxartmaq. Mənim evimi ver mənə başqa yerdən. Belə olmaz axı. Mən yanvar ayının 21-dən çöllərdəyəm. 5 dəfə bəlkə fövqəladəyə zəng vurmuşam. Fövqəladə də ad yoxdur, hamısı kodlandır. Deyir ki, evdə Hazırda orada neçə dənə mak verib tikib? 37 dənə ev var. Kimlər tikir o? Onları kimlər tikir xanım? Onlar kimlər tikir? Xəyal İlham 2 dənə mak verdi. Gəlib Xəyal hələ mənə lağa qoydu burada. Dedi ki, mən səndən hündür eləmişəm ki, yolumu hündür eləsəydin satardım sənin də evi. Mənlə məzəl şey eləyir. Belə dərd olmaz. Uşaqlar məktəbə gedə bilir bu? Oğlumdur. Gedən biri, qonşuda qalırıq. Qızım ailəlidir. Vallahi xəcalət çəkirəm mən. Mənim ailəm var, mənim qohumum, əqrəbəm var. Mən nə qədər efirlərə çıxacağam? Biz girib ora keçib gedə bilmədik. Gedə Eviniz bilməzdik. buradan nə qədər uzaqlıqdadır? Buradan bir 50 metr. Yuxarıdan ancaq məzarlıq içindən, oradan deyirəm. Mən evimə gedirəm, hər gün yuxarıdan baxıram, qayıdıram. Bu zibil mənim darvazamdan içəri də dolub. Qapını açıb gedir. O evlər Makler evlərdir. Yox, qəbirstanlıq arası. Qəbirstanlıq da suyun içində doların uclarına. Baxın o ayaqdakı ev gəlir. Köçü getdi, yanvar ayından köçüb getdi, pulunu dala qayıtır. Onun polundan içəri vurub. Ondan ayaqda bir ev var, orada köçdü getdi. Qalıb da belə. Qalıb. Deyir ki, dolduranmaram, göl yeri. Dolduranmarsan razı. Sən niyə ayağı doldurursan? Dünən də mənə deyir ki, ayağa bənd çəkəcəm, ayağı doldur. Niyə? Çünki orada yaşayanın biri icra hakimiyyətində işləyir xanım. Bəli, kim vəzifələrindən suyu istifadədir. Mən qorxmuram. Gəlsin istəyir kimsə məni tutsun ki, vəzifədən suyu istifadədir. Rüşvətxorluqdur, masazı bu batır. Masazı bu vəziyyətdə. Bələdiyyə gəlib bura. Bələdiyyə dünən gəlib bir dəfə. Mən demişəm Daxili İşlər Nazirliyinə şikayət eləyəcəm. Yazmışam. Eldar Əzizova da elektron ünvan məktub yollamışam ki, məni qəbul eləsin. Fövqəladəyə də yollamışam, məni qəbul eləsin. Daxili İşlər İcra nümayəndəliyi nəzərindən. Ki, icra çıxmırıq atam. Bələdiyyəni görmürük. Hamı çəkiləndən sonra qaranlıqda gəlir oraya. Gedir, yalandan belə gəlirlər, fırlanlar gedirlər. Bunu da belə çəkirlər, paylaşırlar. Tədbir gedir. Fövqəladə hallar gəlib tədbir gedir. Bu görünüşdür. Azərsudan zaten heç gəliblər. Melorasiyanın da mavini gəlmişdi bir dəfə yanvar ayında. Dedi ki, buranı belə torpaqla doldurun, buradan ayağa bənd çəkin. Məlikə xanım, sənin evin 80 santı çökəkdə qalacaq. Dedim, qalsın, mən həyətimi dolduraram. Amma bir tədbir görün, belə olmaz, 15 ailə burada gör, nə zürüm çəkir. Bunların evinə su girmir. Su məndədir, bax buradan da tam. Oğlum geçsin, girsin, çəksin, versin. Bax buradandır su. Bura gəlir, bəzi yerdə bura gəlir. Nə evimə gedə bilirəm, nə çıxa bilirəm. Bu tökülən bu zirzibil ki var da, bu yerə tökülür. Burada deyil, o tərəfə ayaqda yaşayan insanlar tökür, su da gətirir, tökür, su da gətirir. Belə olmaz axı. Antisanitariya deyil bura. Biz hansı zamanədə yaşayırıq, hansı devirdə yaşayırıq? 22-ci əsr deyirik. Belə yaşayış olar. Bir Abidin Fərzəliyev deyir ki, mən oranın başını buraxmışam. Elə şey olar. Şəxsən sizin özünüzə deyib. Bəli, anam. Mən dünən işdə olmuş, sırağa gün işdə olmuşam anam. Anama deyib ki, get hara istəyirsən şikayət elə. Biz oranı sudan çıxartmayacağıq. Ora göl olub, ağlım vardı, gəlib göldə ev almayı yedim. Və çıxarışı niyə veriblər? Mən də onu deyirəm, niyə vermişsiniz? Qanunla, qadanam, bir dənə fundament tökürsən, postpatrul gəlir. İcra nümayəndəsi gəlir, bələdiyyə gəlir, haqqını istəyir. Qanunsuz mən tikili almışam. Mən torpaq almamışam. Mən tikili ev almışam. 32 minə üstü örtülmüş, yarı tikili ev almışam, maya qoymuşam, xərc qoymuşam. Bütün kommunal çəkmişəm. Maklerdən almışsınız? Maklerdən almamışam. Bir insan da alıb torpaq bəli satıb. Bir nəfər şəxsdən almışam. Risk eləmir, pulumu vermişəm. 6 ildə yaşayıram, 6 ildə belə şey görməmişəm. Mən təbii fəlakəti də olub, yağış da yağıb, qar da yağıb, dizdən keçən il mart ayında buradan qar var. Belə şey görməmişik biz, bu yox ki. Yəni siz söylürsünüz ki, bilərəkdən o maklerlər gölü qurudur, ev tikir və nəticədə sizi kanal ATV kanalda gəldi, çəkdi, ictimai də gəldi, çəkdi. Yəni siz nədir? Bunlar belə deyirlər. Özünüzü təqdim eləyin xanım. Babayeva Könül Azər qızı. Masazır qəsəbəsi. Masazır qəsəbəsi Asif Həsənov küçəsi, ev nömrə 29-da yaşayıram. Ev nömrə 29. Siz dediniz ki, evinizin çıxarışı var. Bəli. Qanuni qaz çəkilişi olub sizə, su çəkilişi olub və burada kanalizasiya sistemi də var. Qazımın da deyib, o durba mənimdir. Qanun şəkildə fövqəladə gəlib, icazəni nə cür verib, 4 metr hündürlük, sonra 3 metr hündürlük, evimə qazın çəkilişi, hamısının razılığı. İl ərzində bir dəfə gəlir, ya bələdiyyəmi, torpaq pulu yığır, onu verirsiniz siz? Yox, onu bizdən gəlib hələ görməmişəm nümayəndə, onu yalan deyərəm, mən doğruları danışacağım. Keçsin gəlin, qazım, sayğacım hamısı yerində verirəm.
İnternet. Hal-hazırda buradan qaz qırılıb və dövlətin qazı Bəlkə 5 aydan çoxdur. 5 aydan çoxdur. Bax Hə, belə. o qaz orada fısır-fısırlı heç kim amma gəlir buradan gedir, səndən pulu yığır. Dünənləmə gəlirlər oradan düşməyə yer axtarlar. Deyirəm nə axtarırsan? Hansı tədbir? Sən görmüsən mən suyun içində. Mən nə qaz pulu yazmağa gəlsən? Qaz işlədirəm mən neçə aydır. Su işlədirəm mən neçə, mənə kommunal göndərirsən. Tap-tap telefonuma kommunal göndərir. Hansı ixtiyarla? Mən işlədirəm. Mən işlətmirəm axı. Mən niyə kommunal göndərir? Mən olanı danışıram. Hər kəs bilmirəm niyə bu bizi burada uşaqlar böyüdür. Bilirsiniz hər evdən nə qədər uşaq çıxır məktəbə gedir. Əziz izləyicilər, xatırladım ki, biz hal-hazırda Abşeron rayonu Masazır qəsəbəsində Asif Həsənov küçəsindəyik. Xanımın dediyinə görə anası qəbulda olur. İcra başçısı Abidin Fərzəliyev, mən hal-hazırda oranın başını buraxmışam. Orada göl ərazisidir. Abidin müəllim, biz də buradan bir media olaraq sizə səslənirik ki, hal-hazırda uşaqlar məktəbə gedə bilmir, insanlar suyun içindədir, qalmağa yerləri yox, hətta qonşular bir evə yığışıb, hamısı bir ərazidə yaşayırlar. Burada uşaqların məktəbə getməsi təmin olunmalıdır. Xanım söylədi ki, onun evinin çıxarışı var. O qanuni qaz çəkilib, o qanuni su çəkilib və qanuni bu yerdə, bu torpaqda yaşayır. Demək, sizin ərazidə yaşayır və hal-hazırda təbii fəlakət nəticəsində onlara dəyən bu ziyanda, yəni ki, yaşanılacaq bir vəziyyətdə deyil. Onlar hansısa bir evlə təmin olunmalıdır və yaşanılacaq vəziyyətə gətirilənə qədər və xanım burada makler evləri, son zamanlarda məşhur olan makler evləri, xanım İlham və Xəyal adında şəxsi günahlandırdı ki, onlar bu ərazidə ev tikməyə başlayandan o ərazini dolduraraq bizim əraziyə su, yəni ki, göl ərazisi bizim evlərə axmağa başladı. Bu bir cinayətdir. İnsanlar küçədə qalıblar, evlərinə gedə bilmirlər. Hal-hazırda biz buradayıq bir media olaraq, bir aidiyyəti qurum burada yoxdur. Gördüyünüz xanım küçədə qalıb, öz oğlu ilə. Səs yazıları da durur, hamısından əlaqələrim durur, telefon zəhlərim durur. Kimlə nə danışmışam, mənə nə sözlər deyiblər, hamısını da sübutla da qoya bilərəm lazım orqanların qabağına. Mən bunu nasıl olsa mən dünən söyləmişəm, şikayət edəcəm. Daxili İşlər Nazirinə gətirib o nasıl olsa qoy. Bunu çəkərsən. O işləmir. 3 aydan sonra anam Hal-hazırda işləmir. Kim deyir çəkəcəm? Yox, laf deyək ki, suyu çəkdi. Belə götürək. Suyu çəkdi. Çəkən kimsən oradan doldurarsan, yenə suyu vurarsan. 3 aydan sonra mən bir də belə olacam. 2 aydan sonra mən bir də olacam. Yığışdır da bu göl doldurmanı. Yığışdır da bunu qutarın da. Bu qərar da var. Dövlətin kopdan sonra qərarı var. Gölləri doldurmaq olmaz. Adresinizi bir də xatırla. Asif Həsənov küçəsi, mənzil nömrəsi 29. Babayeva könül Azərqızı. Mən çəkinmirəm. Hansı, əgər mən saxta iş görürəmsə, gəlsin hansı qurum istəyir, mən aparsın. Amma mən yaşayışımı istəyirəm. Gördüyünüz kimi əlində çıxarışı olan vətəndaş haray çəkir. Aidiyyəti qurumlardan kömək istəyir. Ancaq köməyə gələn bir kəs hal-hazırda burada yoxdur.